Şəhid Eyyubov Tural Yadulluoğlu. O, 1992-ci il iyulun 2-də Kürdəmir rayonunun Mollakənd kəndində dünyaya göz açmışdır. 1993-cü ilin iyulundan etibarən ailəsi ilə birlikdə Rusiyada yaşayıb. İlk təhsilini Rusiyada alıb, 2005-ci ildə Azərbaycana geri qayıdaraq təhsilini 240 nömrəli tam orta məktəbdə davam etdirib. Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat üzrə ali təhsil alıb. Boş vaxtlarında yeni texnologiyalarla maraqlanmağı, döyüş filmləri və heyvanlar haqqında sənədli filmləri izləməyi, həmçinin futbola baxmağı çox sevirdi. Tural Eyyubov 2013-2014-cü illərdə Azərbaycan ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Əsgərlikdən sonra isə 2014-2015-ci illərdə müddətdən artıq həqiqi hərbi xidmətdə olub və leytinant hərbi rütbəsi alıb. Uşaq vaxtlarından nümunəvi biri olmuşdur. O, vətənpərvərliyi, ailəsinə qarşı məhəbbəti, həmçinin savadı və dünya görüşü idmanı həvəsi ilə fərqlənmişdir. Tural dininə bağlı biri idi. O, məsciddə, cəmaat namazlarında, həmçinin Məhərrəm və Ramazan aylarının məclislərində iştirak etməyi çox sevirdi. Tural, Mübariz İbrahimovu özü üçün nümunəvi bir qəhrəman seçmiş və hər zaman onunla fəxr etdiyini bildirmişdir. Tural, 2020-ci il sentyabrın 27-sində başlanan Vətən müharibəsinə qatılmış və Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. O, oktyabrın 25-də Füzuli istiqamətindəki döyüşlər zamanı şəhadət zirvəsinə ucalmışdır. Ailəli idi. Özündən sonra bir qız övladı yadigar qalıb. Vətən uğrunda, Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə və Şuşanın azad olunmasına görə, igidliyə görə və 3-cü dərəcəli vətənə